Salam dostlar, Uğur IT Akademi YouTube kanalına xoş gəlmisiniz. Mən Kənan. Bugün sizlərlə RAID mövzusu haqqında danışacağım. Videomuza başlamazdan əvvəl sizlərdən YouTube kanalımıza abunə olmağınızı və videolarımızı bəyənməyinizi xahiş edirəm dostlar. RAID xarici yaddaş qurullarından ibarət sinxron çalışan etibarlı bir sistemdir. RAID hansı xarici yaddaş qurulları əsasında qurulur, hansı məntiqlərlə işləyir və hansı növləri var, biz növbəti slaydlarımızda bunlara baxacağıq. Gəlin baxaq, RAID nədir? RAID Redundant Array of Independent Disks, yəni çoxlu sayda diskin birləşərək eyni bir məntiq üçün çalışmasını ifadə edir. Fayl serverlərdə istifadə olunan vacib məlumatların və elektron sənədlərin etibarlı şəkildə saxlanılmasını və onlara hər zaman əlçatanlığın olmasını təmin edən bir sistemdir. RAID əslində həm məlumatların etibarlılığını, həm də onlara sürətli şəkildə əlçatanlığın olmasını təmin edir, amma real iş mühitində biz faylların etibarlı şəkildə saxlanması üçün RAID-lərdən istifadə edirik. RAID bizim üçün faylları etibarlı şəkildə saxlamaq üçün bir məlumatı bir neçə diskə eyni vaxtda kopyalayaraq yazır. İndi isə baxaq, RAID-in qurulması üçün hansı şərtlər ödənilməlidir. RAID-lərin qurulması üçün istifadə edəcəyimiz xarici yaddaş qruplarının texniki parametrləri eyni olmalıdır. Hətta elə hallar olur ki, onların marka və modellərinin də eyni olmasına ehtiyac duyulur. Xarici yaddaş qruplarımızın texniki parametrlərinin eyni olması deyiləndə, onların ilk növbədə yaddaş həcmlərinin eyni olması nəzərdə tutulur, daha sonra isə oxuma və yazma sürətlərinin eyni olması vacib şərtlərdəndir. RAID-in qurulması üçün hansı şərtlərin ödəniləcəyini öyrəndikdən sonra, gəlin baxaq RAID-in hansı qurulma üsulları var və hansı növləri var. RAID-in iki əsas qurulma üsulu var. Birincisi hardware, ikincisi isə software-dir. RAID-in növlərinə gəldikdə isə ən çox bilinən RAID 0, RAID 1, RAID 5, RAID 10 kimi görsənən əslində RAID 1.0 və RAID 6 növləri var. Amma RAID-in növləri bunlarla kifayətlənmir. Əslində daha çox növləri də mövcuddur. Gəlin hardware və software RAID-in fərqlərinə baxaq. Hardware RAID, RAID əməliyyatlarını yerinə yetirmək üçün xüsusi bir RAID kontrollerindən istifadə edilir. Yəni, fiziki bir hardware avadanlıq mövcuddur. Bu RAID kontrolleri RAID əməliyyatlarını yerinə yetirdiyindən CPU-nun üzərinə düşən yükü azaldır və yüksək bir performans göstərməyə səbəb olur. Eyni zamanda, hardware əsaslı qurulan RAID-lər daha stabil çalışır. Software əsaslı RAID-lərdə RAID əməliyyatlarını yerinə yetirmək üçün xüsusi bir software yer alır. Bu software idarə edən hər hansı bir fiziki bir avadanlıq olmadığından, bir kontroller olmadığından bu işi CPU öz üzərinə götürür və CPU-nun üzərinə düşən yük artdığına görə performans daha aşağı olur. Performans aşağı olduğundan stabillik də müəyyən qədər aşağı düşür, amma software əsaslı RAID-in hardware əsaslı RAID-dən ən fərqlənən xüsusiyyəti ondadır ki, software əsaslı RAID daha ucuz başa gəlir. Hardware və software RAID haqqında danışdıqlarımdan daha əlavə detallı məlumatı növbəti slaydda görə bilərik. Hardware və software RAID-in xüsusiyyətlərini müqayisəli şəkildə biz buradan görə bilərik. Hardware RAID-də CPU daha az yüklənirdi, çünki RAID kontroller çalışırdı, amma software RAID-də CPU yük altında işləyirdi və buna görə də software RAID-də performans dəyişkən olurdu. Və qarşı tərəfdə hardware RAID-də bunun əksinə daha stabil bir performans göstərən sistem əldə edirdik. Hardware RAID-də RAID kontrollerin daxilində xüsusi bir algoritm olur ki, məlumatlar onun sayəsində daha təhlükəsiz şəkildə saxlana bilir. Amma software RAID-də xüsusi bir kontroller yoxdur. Hardware RAID-in mənfi cəhətlərindən birisi də RAID kontrollerin özünün də xüsusi olaraq alınması və onların da qiymətinin müəyyən qədər baha olmasıdır. Konfiqurasiya və idarə olunması cəhətdən yenə də software RAID hardware RAID-ə nəzərən daha rahatdır. Amma ki, ümumi sistem cəhətdən baxsaq, həm RAID kontrollerin qiyməti, həm də ki, hardware RAID-in qurulması üçün istifadə olunan avadanlıqların qiyməti cəhətdən hardware RAID ümumi olaraq daha bahalı bir sistemdir, amma software RAID isə daha ucuz bir sistem olur. Hardware və yaxud software RAID-in hansının istifadə olunacağını seçmək üçün biz əvvəla özümüzün ehtiyaclarını və tələblərini göz önünə gətirməliyik. Buna əsasən hardware və yaxud da ki software RAID seçilə bilər. Hardware RAID-i daha çox şirkətlərdə vacib infrastrukturlarda istifadə olunması məsləhət görülür. Software RAID isə daha çox bir nəfər üçün və yaxud da bir neçə nəfər üçün, bir qrup üçün ümumi olan məlumatların öz aralarında şəbəkə üzərindən bölüşdürülməsi üçün istifadə oluna bilər. RAID-in qurulma üsullarından hardware və software RAID-i gördükdən sonra RAID növlərinə keçməzdən əvvəl dostlar, sizlərə kursumuz haqqında məlumat vermək istəyirəm. Uğur IT Akademi kursunda biz IT Helpdesk, şəbəkə adminliyi, şəbəkə təhlükəsizliyi, SQL, Python Development kimi
IT-nin digər sahələrini tədris edirik. Bizimlə sizə sonda göstərəcəyim LinkedIn və yaxud Instagram hesablarımızla əlaqə saxlayıb daha ətraflı məlumat əldə edə bilərsiniz dostlar. Gəlin RAID növlərindən RAID 0 ilə başlayaq. RAID 0 məlumatların disklər arasında parçalara bölünərək yazıldığı bir RAID növüdür. Bu RAID növündə məlumatların oxunması və yazılması sürəti artırılır, amma etibarlılıq olmur. Çünki biz məlumatı hər iki diskə yarı-yarıya bölərək yazırıq və bu halda disklərdən birisi zədələnərsə, bizim məlumatımızın yarısı zədələndiyindən, yəni itirildiyindən bizim məlumatımızın tamlığı gedir və buna görə də biz məlumatları etibarlı şəkildə saxlaya bilmirik. Bu şəkildə solda və sağda iki disk nəzərdə tutulur və bir məlumatı məntiqi olaraq 8 hissəyə bölüblər, A1-dən A8-ə qədər. Və RAID 0 ilə qurulmuş bu iki diskin arasında A1-dən A8-ə qədər olan məlumat yarıya bölünərək yazılıb. Yəni A1, A3, A5, A7 hissələri burada, A2, A4, A6, A8 hissələri buradadır. Bizim tam məlumatımız A1-dən A8-ə qədərdir. Təsəvvür edək ki, bu diskimiz xarab oldu, itirildi. Bu halda biz A2, A4, A6 və A8 məlumatlarını, yəni tam məlumatın bu hissələrini itirmiş oluruq. Bu halda bizim əlimizdə qalan A1, A3, A5, A7 məlumat hissələri bizim üçün A1-dən A8-ə qədər olan tam məlumatı ifadə edə bilmir. RAID 0-da biz bu halda etibarlılığı əldə eləmiş olmuruq. RAID 0-ın əksinə məlumatları etibarlı şəkildə saxlaya biləcəyimiz RAID 1 növünə baxaq. RAID 1 növündə məlumatlar aynalama, mirroring üsulu ilə hər iki diskə eyni halda yazılır. Yəni, burada nə düşünürük? A1, A3, A5, A7 hissələrindən ibarət olan bir məlumatı biz hər iki diskdə görə bilirik. Yəni, A1 məlumatı burada da var, burada da var. A3 məlumatı burada da var, burada da var. Eyni ilə A5 və A7 məlumatlarına bu aiddir. Tutalım ki, sağdakı diskimiz zədələndi. A1, A3, A5, A7 məlumatları buradan itirildi. Amma eyni məlumatlar sol tərəfdəki diskimizdə yer aldığından biz RAID 1-də etibarlılıq əldə eləmiş oluruq. RAID 0 və RAID 1-dən daha mürəkkəb bir məntiqlə çalışan RAID 5 növünə baxaq. RAID 5 həm performans, həm də etibarlılıq bizə təmin edə bilir. RAID 5-də biz ən azı 3 disk istifadə etməli oluruq və bizim məlumatımız bu 3 diskin arasında stripping, yəni parçalanmış şəkildə yazılır. Və hər diskimizdə bir ədəd bərpa edici parity bloku yaradılır. Parity adlandırdığımız bərpa edici məlumat bloku hansı diskdəki məlumatın itirildiyini nəzərə almadan hər hansı bir diskdəki itkini bərpa eləməyə bizə kömək edir. Bu bərpanı XOR əməliyyatı əsasında eləyə bilir və bu XOR əməliyyatı məntiqi bir əməliyyatdır. Bu halda verilənlər əgər eyni bir dəyər olduqda 0 olur, fərqli bir dəyər olduqda isə 1-ə bərabər olur. RAID 5-də bir diskin sıradan çıxma ehtimalı nəzərə alınaraq bu parity bloku işə düşə bilər və bir disk sıradan çıxarsa, biz parity bloku ilə məlumatlarımızı bərpa edə bilərik. Amma ikinci diskimiz sıradan çıxarsa, bu halda bizim məlumatları bərpa etmə şansımız olmur. Bu məhdudiyyəti aradan qaldırmaqdan ötürü RAID 5-in daha çox inkişaf eləmiş növü olan RAID 6-ya baxmalıyıq. RAID 6-ya RAID 5-in inkişaf etdirilmiş forması demişdik. RAID 6-da RAID 5-də olduğu kimi məlumatlar stripping, yəni ki, parçalanaraq yazılır, amma bu halda məlumatları bərpa etmək üçün iki ayrı parity bloku yaradılır. Yəni, bizim burada iki ədəd bərpa edici məlumat blokumuz var. RAID 5-də bir diskin sıradan çıxması, RAID 6-da isə iki diskin eyni anda sıradan çıxması halını nəzərə alaraq məlumatların yenə də bərpa olunması şansımız var. RAID 6-da dual parity, yəni ikili ehtiyatlı RAID səviyyəsindən istifadə olunur. Ən çox adları çəkilən RAID növlərindən ən sonuncusu RAID 1.0, yəni RAID 10 kimi gördüyümüz RAID 0-a baxaq. RAID 1.0 həm RAID 1-in, həm də RAID 0-ın birləşməsindən əmələ gəlib. Bu sistemdə disklərimiz əvvəla RAID 1-lər şəklində qruplaşdırılır. Yəni, iki disk bir qrup halında RAID 1-i əmələ gətirir, digər iki disk də bir qrup halında ikinci RAID 1-i əmələ gətirir. Daha sonra məlumat yazılan zaman RAID 0-a əsasən bir məlumat yarıya bölünür, həm bu RAID 1-ə, həm də bu RAID 1-ə yazılır. Burada da A1-dən A8-ə qədər tam bir məlumatın məntiqi hissələrini görə bilirik. Məlumat RAID 0 ilə 2 yerə bölündü. A1, A3, A5, A7 soldakı RAID 1 qrupuna, A2, A4, A6, A8 hissələri isə sağdakı RAID 1 qrupuna gəlir.
Sol tərəfdə A1, A3, A5, A7 hər iki diskə yazılır. Yəni burada aynalma baş verir. Eynisi sağ tərəfdə də baş verir. A2, A4, A6, A8 hissələri hər iki diskə yazılmış vəziyyətdədir. Yəni bizim sağ tərəfdəki RAID 1-imizdə bu disk, sol tərəfdəki RAID 1-imizdə isə bu disk sıradan çıxarsa, bizim məlumatlarımız itirilmir. A1, A3, A5, A7 bu diskdə, A2, A4, A6, A8 isə bu diskdə olduğundan A1-dən A8-ə qədər bütün məntiqi hissələr mövcud olduğuna görə bizim məlumatımız hələ də tam vəziyyətdə qorunub saxlanmış olur. Yəni, RAID 1.0-da da bizim iki diskimizin sıradan çıxma ehtimalı halında bizim məlumatlarımızın qorunması mümkündür. RAID-lərin qurulma üsullarını, hardware və software, RAID-lərin növlərini gördük. İndi isə gəlin baxaq, bu RAID-ləri fiziki olaraq hansı avadanlıqların üstündə qururlar. Bu RAID-ləri fiziki olaraq qurulan iki cür avadanlıq var. NAS və SAN avadanlığı. NAS Network Area Storage, SAN isə Storage Area Network-dür. Bir-birləri ilə oxşarlıq və bənzərlik daşıyan bu iki termin gəlin baxaq nədir? Sağ tərəfdəki şəkildə bir masaüstü kompüterin desktopundan da daha kiçik olan bir NAS avadanlığı görürük. Aşağıdakı şəkildə isə rack mount, yəni rack kabinlərə yerləşdirilən siyirtməli server avadanlıqlarını görürük və bunun üzərində olan bu siyirtmələrdə isə, kiçik siyirtmələrdə isə hard disklər yer alır. NAS avadanlıqlarında daha çox software əsaslı RAID, SAN avadanlıqlarında isə, yəni fiziki server avadanlıqlarında isə hardware əsaslı RAID qurulur. Yəni bu avadanlıqların BIOS menusunun daxilində biz ayrıca RAID kontrolerə daxil olub RAID-i quraşdıra bilərik. Amma NAS avadanlıqlarının özlərinə xas bir əməliyyat sistemi var və bu əməliyyat sistemi interfeys cəhətdən Android əməliyyat sistemlərinə bənzəyir və biz həmin əməliyyat sisteminə web browser üzərindən daxil oluruq. Buradan biz RAID-imizi konfiqurasiya edə bilirik. NAS avadanlıqları şəbəkəyə qoşulan və faylların paylaşılması üçün istifadə olunan bir sistemdir əslində. NAS avadanlıqlarında məlumatları saxlamaq və paylaşmaq üçün istifadə olunur. Amma SAN avadanlıqları, SAN dediyimiz RAID sistemlərində əslində biz məlumatları yüksək sürətli və yüksək etibarlı bir şəbəkə üzərindən daşımış oluruq və məlumatlar burada blok halında daşınır. Hardware əsaslı RAID-lərin qurulduğu bu SAN avadanlıqlarında daha çox korporativ səviyyəli böyük məlumat mərkəzlərində və data centerlarda istifadə olunması məsləhət görülür. Əlavə olaraq da bildirim ki, hardware əsaslı RAID-lərdə disklərimizdən birisi sıradan çıxarsa, biz sistemi saxlamadan o diskimizi çıxardıb yenisi ilə əvəz edə bilərik və yeni taxılmış diskin həm yaddaş həcminə görə, həm də bu disklərdə saxlanılan məlumatların həcminə görə müəyyən bir sinxronlaşma vaxtı olur. Bu, təxminən 5 və 10 saat arasında çəkə bilər. Amma NAS avadanlıqlarında sıradan çıxan bir disk varsa, bu diskin dəyişdirilməsi bəzi hallarda bizə sistemi dayandırmağa səbəb ola bilər. RAID haqqında RAID-in qurulma üsulları, RAID-in növləri, fiziki olaraq hansı avadanlıqlar üzərində qurulduğunu gördük. RAID haqqında danışacaqlarım bu qədər idi dostlar. Sizlərə daha əvvəl dediyim kimi, LinkedIn və Instagram hesablarımızın profil adlarımızı, linklərimizi və onlara rahat əlçatanlığınızın olması üçün QR kodları təqdim edirəm. Bizimlə kursumuz haqqında daha ətraflı məlumat almaq üçün bu sosial medialar üzərindən əlaqə saxlaya bilərsiniz dostlar. YouTube kanalımızda bu tipli videolara davam edəcəm. Təkcə IT Helpdesk yox, həm də şəbəkə ilə bağlı, şəbəkənin intervyu sualları ilə bağlı, həmçinin də şəbəkə, yəni Cisco CCNA imtahanının imtahan suallarının izahlı videoları da mövcuddur dostlar. Hələlik özünüzə yaxşı baxın, izləmədə qalın.